Aleluya. Biz bu günlərin bu bazar günü danışacağıq çürümezlik meditasiyasından. Meditasiya deyəndə kilsələrdə bu barədə eşidəndə qorxurlar, bu söz eşidəndə. Çünki bilmirlər ki, sözün mənası özünə diqqət deməkdir, özünü yoxla deməkdir, öz həyatına bax deməkdir. Sakitləş, otur, meditasiya yəni özünə bax deməkdir, özünü öyrən deməkdir, özünü araşdır deməkdir. Bilirsən? Aqramamanın özünü inkişaf elətdirmək deməkdir. Bəli, özünü inkişaf elətdirmək deməkdir, bəli, amin. Adəm Eden bağında olanda o çörək yeyirdi. Amma o Adəm Eden bağında olanda yediyi çörəyi o öz içindən götürüb yeyirdi. İndi mən sənə göstərəcəm bugünkü devirdə biz onu necə edirik. Adəm yeməyi öz içindən götürüb yeyirdi. Və Adəm səhv düşüncə nəticəsində, günah nəticəsində bu vəziyyəti, yeməyi içindən götürüb yemək vəziyyətini dəyişdi, torpağı şumlamağa, buğda əhməyə, buğdanı bişməyə, onu dəyirmanda üyütməyə, onu sonra xamır eləməyə, sonra onu təndirdə çörək pişirib, sonra yeməyə. Amma edəndə o onu sadəcə bu saydıqlarım onun içində baş verirdi anən. Anlayırsan məni? Üçün kameranı yandır, kameraları yandırın. Hamı kameranı yandırsın, görüm yüzü görmək istəyirəm. Mən anlayırsan nə demək istəyirəm, sən nəyə çatdırmaq istəyirəm? Adəm bu işi daxilində görürdü, Eden bağında, götürdü onu zuluma, əziyyətə, alın təri ilə çörək qazanacaqsana dəyişdi. Və İsa bu günlərim bu prosesləri o yenidən öz daxilində hazır edib çıxartdı. O vaxt ki, o çörəklə adamları təmin edirdi. 2 balıq, 4 çörək. Yadınızdadır? Və o yenidən Adəmin Eden bağında olduğu vəziyyəti ortalığa qoydu. Bu Eden bağında olan bu rahatçılığı bir anın içində belə çörək gəlirdi və o qidalanırdı. Və İsa Məsih Eden bağında Adəmin ilk vəziyyətini göstərdi. O 2 balıq 4 çörəklə artıranda. Amin. Və bunun üçün də mən sizə demək istəyirəm ki, artıq bizim yolumuz köhnə əhdə deyil. Bizim yolumuz köhnə yol deyil. Bizim yolumuz yeni və diridir. Harada deyir bizim yolumuz yeni və diridir, canlıdır. İbranilər 10-cu fəsil 20-ci ayədə deyir ki, oxuyuram. O bizə pərdədən, yəni öz cismindən keçən yeni və canlı bir yol açmışdı. Biz artıq çörəyi o vəziyyətlə qazanmalı, zulümlə qazanmalı deyilik. Biz onu içimizdən çıxartmalıyıq. Çünki hər bir vəziyyət bizim içimizdədir. Axı İsa demişdi ki, yol mənəm. İsa demişdi ki, özüm özümə gedən yol mənəm. O yol mən özüməm. Axı İsa demişdi ki, Adəm başlanğıcda belə deyildi. Başlanğıcda əhmək, pişmək, buğdanı sulamaq, buğdanı hazırlamaq, dəyirmana aparıb döymək, un eləmək, nə bilim, xamır eləmək, su qatmaq, təndir qalamaq, bunlara ehtiyac yox idi. Başlanğıcda bunlar yox idi. Başlanğıcda bu proses bir anın içində sənin daxilində baş verirdi. Bu belə deyildi başlanğıcda. Və biz bu günlərin
çürümezlik barəsində danışacağıq, bədən barəsində, bədəndə hüzur barəsində, bədənin birliyi barəsində danışacağıq. Və onu görə də sənə xəbər vermək istəyirəm ki, bir şərt xəbərim var ki, sən bilənsən ki, sən ruhdan əmələ gəlmirsən. Sən ruhdansan və sənin bədənin ruhdan əmələ gəlib və sənin bədənin bu günlərin hər şeyin başındadır. Və bugün mövzumuz yenə bədənlə bağlı olacaq. Bu, elə bil atanın indi sadəcə gücləndirdiyinə məhəl qoymamaq, bugün ata bədəni gücləndirir, bədən haqqında düşüncəni gücləndirir və buna məhəl qoymamaq dəllik olardı, ağılsızlıq olardı. Demək olar ki, bütün yayını, Allahın bütün yer üzərinə yayını, translyasiyası bugün bədən haqqındadır. O deyir ki, bədən hər şeyin başındadır. Pavelin sözlərini bugün Məsihçinin həyatına aid etmək olar. 1. Korinflərdə o deyir ki, 11. fəsildə 28. ayədən oxuyacağım. Bunun əvəzinə deyir, qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib, bu kasadan içsin. Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib içsə, kim Rəbbin bədənini dərk etməmiş yeyib içsə, yeyib içərək öz üzərinə mühakimə gətirir, yəni öz bədəninə. Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir. Bəziləri isə vəfat etmişdir. Nə demək istəyir bununla? O deyir ki, yəni siz ora yığılırsınız, siz ora isə deyir ki, siz ora toplanırsınız. Hətta çörək bölmə də edirsiniz, şərab da içirsiniz, çörək də yeyirsiniz. Amma o deyir ki, bütün bunları edərkən bədən haqqında düşünmürsünüz. Ona görə xəstələnirsiniz və ölürsünüz. Aydındır sizə bu. Bütün deyir bunları edərkən bədən haqqında düşünməsəniz, xəstələnəcəksiniz və öləcəksiniz. Ona görə də bu günlərim hər şey izzətli bədən barədədir. Və biz bu möhtəşəm izzətli bədən barədə Allahın yer üzərinə, bizim üzərimizə töhdüyü xeyirdanı, izzəti və biliyi bu günlərin biz öyrənirik. Və biz bu möhtəşəm axının içindəyik. 2000 ildir. İmanlıların bütün bu 2000 ildə təzahür etməkdən qorxduqlarını, imanlıların bu 2000 ildə üzə çıxartmaqdan qorxduqlarını hərfi mənada biz addım-addım üzə çıxarırıq. Başa düşürsən? Bilirsən, sən anlayırsan, sən hansı qrupa düşmüsən? Biz 2000 ildir kilsənin qorxduğu bu anlayışı yavaş-yavaş üzə çıxardırıq biz. Biz yavaş-yavaş xırdalayırıq bunları. Onların təlimi üçün ən yaxşı hal ancaq elə sağlam olun bəsdir. Onlar ancaq belə fikirləşirlər. O da həmişə deyil ha. Sağalın, xəstələnəndə gənə gələrəm də kilsəyə, kilsədə mənə dua eləyərlər, qutarıb gedər. Elə bir sağalmaq arzusu bunlar üçün Tanrının güya sınağıdır. Sən sağalmaq üçün bu sağalmaq istəmək Tanrıdan bir sınaqdır. Güya bu sağalmağı, xəstəliyi sənə bir tərbiyə kimi verib Allah. Amma sən Allahı güya sınağa çəkirsən, sən qürurlusan, sən dəyişməlisən, sən xəstəsənsə deməli Allah belə istəyib. Bu səhv düşüncələr, səhv təlimlərdir. Onlar belə fikirləşir ki, bütün xəyalların, düşüncələrin, istəklərin tazı cəhənnəmə getmək deyil, göylərə, cənnətə getməkdir. Elə bu bəs eləyir. Bitcə mən öləndə gedərəm cənnətə.
Onların fikrində hələ hətta İsa'nı görmək istəyi də qürur sayılır ki, sən İsa'nı görmək istəyirsən. Mən bizi deyirəm, özümüzü deyirəm. Biz əlbəttə ki, bu işdə irəliləyiş eləmişik. Biz bu işdə irəliləyiş əldə eləmişik. Hamımız İsa'nı görmək istəyirik. Hamımız mələkləri görmək istəyirik. Hamımız burada indi və bugün yaşayaraq göyləri yaşamaq istəyirik. 1, 2, 3, 4 nəfərdən başqa qalan hamı qaçdı yenə gizləndi. Qaçdılar gizlə bozbaş pişirməyə. Xahiş edirəm, gizlənməyin. Siz gizlənirsiniz burada. Mən istəmirəm gizlənəsiniz. Çıxın qaranlıqlardan. Kameranın ağzını qoyub üzü yevlağa oturub orada. Deyə bilərsən ki, yaxşı, bəs çürüməzlik tacı, bəs izzətli bədən. Bəs bu barədə nə deyə bilərsən? Bu barədə onu deyə bilərəm ki, aha, hamımız ölməyəcəyik, amma hamımız dəyişəcəyik. Deyəcəksən ki, məyər bununla nəsə etmək mümkündür? Bəziləri deyir ki, vaxt gələcək. İsa isə demir, vaxt gələcək. İsa deyir ki, vaxt artıq gəlibdir. Vaxt artıq indidir, indi və bugündür. Və biz görürük ki, Marta onu qınadı. Marta ona belə bir cür baxdı ki, sən burada olsaydın, qardaşım ölməzdi, ölüm baş verməzdi. Qulaq as. Marta olma. İsa Martaya dedi ki, mən buradayam, ölüm olmayacaq, artıq mən buradayam, mən gəlmişəm, qorxma qızım. Mən buradayam, sənə deyir bugün Məsih. Məsih İsa bugün sənə deyir bugün, qorxma, ölüm olmayacaq. Hey! Hey! Qorxma, ölüm olmayacaq. Və o öz nümunəsini göstərdi ki, insan hadisələri gözləməməlidir. İnsan hadisələri gözləməməlidir ki, bu baş verəcək. İnsan onların baş verməsini təmin etməlidir. Sən istədiyin hadisələrin baş verməsini təmin etməlisən, onu yaratmalısan, sən yaratmalısan. Sən gəlib deməlidirsən, vay bu baş verdi. Çünki İsa'ya deyirlər ki, ölübdür, o deyir ki, yox, yatıbdır. İsa'ya deyirlər ki, belədir, o ki, yox, belədir, siz səhv görürsünüz. İsa hadisələrə gəlib qoşulmurdu. İsa hadisələrin içində özü yeni, hər şey ağ kağızdan başlayırdı. Halleluya! Sən də özün başlamalısan hər şeyi. Hələ də mənə qulaq asanlar, bilirəm ki, qulaq asırlar, sonra zapisə. Hələ də o çürümə ilə, ölməmə ilə mübarizə aparanlarla deyirəm. Onlara da müraciətim. Mənə iman edən ölməz. Bu o deməkdir ki, hələ mübarizə aparan ölümlə, çürüməklə. Mənə iman edən ölməz, bu o deməkdir ki, sən elə inan ki, ölməyəsən deməkdir. Sən ölməməyə inanmalısan, sən elə inanmalısan ki, ölməyəsən. Sevinç. Halleluya, Rəbb, sənə minnətdarıq bizə açdıqlarına görə. Sənə təşəkkür edirik. Bu vəqtdir, bu yeni vəqtdir. Sən elə inanmalısan ki, İsa'nın deməyi ki, mənə iman edən ölməz. O demək, sən elə inanmalısan ki, ölməyəsən, bu o deməkdir. Və bizim üçün nə lazımdır? Biz ölməz və çürüməz İsa'ya baxmalıyıq. Məhz biz ona belə baxanda dəyişmə baş verir. Biz vəziyyətə baxanda dəyişmə baş verir. Qıvat nəzəriyyəsində belədir, tapılıbdır bu. 100 il bundan qabaq. Sən nəyəsə baxanda o vəziyyət yaranır. Çünki sən hansı fikirdən ora baxırsansa, orada sənin düşüncən, sənin fikrin yaranır. Bunu elm sübut eləyibdir. Hansı ki, İsa 2000 il bundan qabaq bunu açmışdır.
Hətta mən bu yaxınlarda belə bir vəziyyət gəldi ki, Kıvat nəzəriyyəsini İsa'nın ikinci gəlişi adlandırmaq olar. Çünki bu İsa'nın qanunudur. Çünki 2000 il bundan qabaq İsa gəlib bu Kıvat nəzəriyyəsində olanı demişdi. Və bu yaxınlarda birdən çıxıb, mənə açıldı. Dedim, Kıvat nəzəriyyəsi gəldi 100 il bundan qabaq. Yenə də insanlar onları özlərinə tətbiq etmədilər. Yenə də bizi 100 il dala saldılar. Bir dəfə 2000 il bundan qabaq bu gəlmişdi, bizi 2000 il bundan qabaq 2000 il dala saldılar. Yenidən Allah Kıvat adı, Kıvat nəzəriyyəsi altında. Ona görə də biz Məsihə baxanda dəyişmə baş verir. Bu vəhddə, bax bu vəhddə atanın məhəbbəti zirvəyə çatır, yüksəkliyə çatır. Və bugün siz bədəninizi sevəcəksiniz bu təbliğdən sonra. Siz bədənlərinizi sevməyə başlayacaqsınız. Onu artıq sevmişsinizsə, artıq deyirsən ki, mən sevmişəm artıq. Sən təkrar sevəcəksən onu. Yenidən sevəcəksən. Və siz sadəcə olaraq gözəl həyat kitabınızdan məmnun qalacaqsınız. Sizin gözəl həyat kitabınız sizin bədəninizdir. Əgər bədən həyat kitabıdırsa və ər və arvad bir bədəndirsə, bu iki nəfər üçün bir kitab deməkdir. Sənin bədənin yalnız və yalnız oxuna bilən həyat kitabıdır. Sənin bədənin oxuna bilir. Yahyanın dediyi kimi, kim bu kitabda bir şey əlavə edərsə və ya götürərsə, ondan da bir şey götürüləcəkdir yazılmışdır. Genlər Allahın hərfləridir. Sənin DNK'n Allahın hərfləridir. Sənin kletkaların bədənində 40 trilyona yaxın kletka var. 30 trilyondan 40 trilyon arası normal insanda kletka var. Sənin genlərin Allahın hərfləridir. Və bədəndə qeydə alınan bütün genetik məlumatlar, sənin bədənində qeydə alınan bütün məlumatlar cənnətdir, cənnət. Bu dəyişdirilə bilməz. Heç kim sənin bədəni dəyişdirə bilməz. Ona görə də sənin bədənin həyat verən ruh tərəfindən tamamilə oxunmalıdır. Çünki bu, onun, necə deyirlər bu, bestseller da deyək bu, ədəbi dildə. Yəni, bütün kitabları fəth etməli olan yeganə kitabdır. Bütün kitabların başında duran yeganə kitab sənin bədənindir. Çünki sənin bədənin olanda nə Tövrat yox idi, nə İncil yox idi, nə Quran yox idi, nə Zəbur yox idi, heç bir kitab yox idi. Eşidirsən məni? Amin? Başa düşürsən məni? Hey! Təbiətdə bədən kimi kitab yoxdur, mükəmməl kitab yoxdur. Mən buna heyranam. Mən şadam. Və bunu bilməyə çağırıram. Bu mövzunu nə qədər inkişaf etdirsək, bu mövzunu nə qədər belə geniş danışsaq, bir o qədər bədəndə möcüzələr, müxtəlif çevrilmələr görəcəyik. Ona görə də həftənin 4-cü günü axşam saat 7-də bütün nə qədər xəstələr var yığ evə. Saat 4, həftənin 4-cü günü axşam 7-də şəfa yığıncağına başlayacaq və birbaşa buradan şəfa elan edəcəm. Nə qədər ağrıyan var, nə qədər qovlu ağrəbə, ay həkimə getdim, əlac olmadı deyən var, dinən əlac tapmışam, gəl. 4-cü gün axşam 7-yə hazır ol. Artıq vəsadətçi duaları dəyişdi uşaqlar. Yeni tərzdə axdı və heç kəsin danışmadığı şeylərdən danışırıq biz. İnsan yemək yeyəndə belə bədəninə nəyisə doldurduğunu düşünür. O fikirləşir ki, bədəninə nəyisə doldurur. Əslində bədəndəki hər şey
əvvəlcə ruh, həyat enerjisi ilə doldurulurdu. Başlanğıcda Adəm Eden bağında bu fiziki çörəyi yemirdi. Deyə bilərsən, yaxşı, və bu necə olur? Ruh davamlı olaraq, məsələn, julal istehsal edə bilərmi? Axı biz yemək yeyirik, o bizim bədənimizə julal verir. Və mən sənə sual vermək istəyirəm, başlanğıcda julal haradan gəlirdi? Ha? Deyə bilərsən ki, bəs mən bu yeməkləri yeməsəm, bədənim julal almır. Adəm Edəndə, yeyəndə julal hardan gəlirdi? İsa 40 gün yemək yemədi səhrada, julal hardan gəlirdi? Biz oruç tuturuq, 5 gün yemirik, 21 gün yemirik. Təmiz sudan başqa heç içmirik. Onda julal hardan gəlirsə, bax oradan gəlirdi julal. Artıq dedik ki, istənilən maddə şəkili dəyişdirilmiş bir enerjidir. Hər şey enerjidir, Allahın gücüdür, Allahın enerjisidir. Hər bir alim, bu dəqiqə hər bir alimə müraciət eləsən, o atom səviyyəsindəki maddənin enerji olduğunu söyləyəcək. Enerji, maddə dediyimiz şeyi əmələ gətirir. Səndə Allahın enerjisi var, Allahın gücü var. Allahın nəfəsi var səndə. Və buna görə də həyat yaradan, həyat verən ruh, yəni Allahın ruhu, Allahın ruhu həyat yaradır, Allahın ruhu həyat verir. Həyat yaradan, həyat verən ruh, yəni müqəddəs ruh, bütün mümkün enerji növlərini özündə birləşdirən enerjidir. Ruh dəyişir, enerji dəyişir, julal adlanan daha kiçik birinə çevrilir, maddə istehsal olunur. Ona görə də bu və ya digər şəkildə toxuna bildiyimiz hər şey, əlimizi vura bildiyimiz hər şey, ruhun bu qatılaşdırılmış enerjisindən çıxıb. İndi biz maddənin çoxalmasından danışanda, bu başqadır. Bir buğda 100 buğda olur, 100 buğda 10.000 buğda olur, 1000 buğdan əkirsən 10.000 buğda olur. Amma əvvəlcə hər şey ruhda yaranırdı. İsa Məsih necə ki 2 balıq, 4 çörəklə 5000 adamı yedizdirdi, o xerdanı içindən götürüb çıxartdı. Və başlanğıcda Adəm günaha batana qədər o içindəkindən götürüb yeyirdi. Mən anlayırsan sən? Mən anlayırsan sən? Anlayırsan məni? Gənə qaçdılar, gizləndilər. Kim qaçır, gizlənirsə, onu qrupdan çıxartsam. Kim belə oturub mənə baxırsa, biləcəm ki, onlar həqiqətən mənə qulaq asanlardır. Mən oyun oynamaq istəmirəm heç kimlə mənimlə oyun oynamasın. Ay, burada qoyub, gedib, get. Əgər sənin işin varsa, sənin burada nə işin var? Get işinlə məşğul ol, xahiş edirəm. Əgər mən vaxtımı ayırmışamsa, səninlə üzbəyiz oturulmuşamsa, kameramı yandırmışamsa, sənin üzəyə baxıramsa, sən niyə qaçıb gizlənməlisən, ekranı söndürməlisən, hardadan? Mən başa düşmürəm onu. Bilən onu başa düşənə qədər mən xoşum gəlmir belə şeydən. Aleluya. Kim məni saymırsa, özü bilsin. Özünü də saymır. Buna görə də mən ruham deyəndə, sən özünə mən ruham deyəndə, sən ruhu bədən adlı enerjinin xüsusi bir tutarlığında, elə bil, onun bir, sən ruham deyəndə, sən ruhun bədənini geymişsən, bu sən deyilsən, bu ruhun bədənidir. Əsl sən bu bədəni geyinmişsən. Ruhun gəldiyi yer, bu bədən, onu çoxalmağa, daim çoxaltmağa qadirdir. Bütün enerji növünün, bütün Allahın gücünün məzmunu, məzmusu Allahın ruhudur. Buna görə də o yeri yaradanda süzürdü və hər şey o yerin üzərində süzürdü. Yer işıqsız, qaranlıq və qurluqsuz idi. Allahın ruhu yer üzərində gəzirdi. Yer üzərində süzürdü.
Nəyə? Çünki o yer üzərinə quruluş verirdi. Yer üzərində Allahın ruhu sizəndə o yer üzərinə işıq verirdi. Buna görə də Həvari Pavel nə deyir? Romalılar 1-ci fəsil 20-ci ayədə. Dünyanın deyir, yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi onun yaratdıkları vasitəsilə üzə çıxır. Allah özünü yaratdığı yer kürəsilə üzə çıxardır. Allah öz qüdrətini yaratdığı sən vasitəsilə üzə çıxardır. Bir də təkrar edirəm. Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, sən deyə bilərsən ki, mən Allahın xüsusiyyətlərini görmürəm, mən Allahı görmürəm. Amma sən yer kürəsini görürsənsə, sən başa düşməlisən ki, bu onun xüsusiyyətidir. O bax, belə düzəldir düzəldəndə, o belə mükəmməl düzəldir, gözəl düzəldir. Sən özünə düzgün qabağına keçib özünə baxanda, sən başa düşürsən ki, deyirsən, ay Allah. Sən düzgünün önünə keçib özünə baxanda, deyirsən ki, ay Allah, bu nə gözəllikdir yaratmışsan, ha? Sən özünə baxıb deyirsən ki, ya Rəbb, bu nə gözəllikdir yaratmışsan, bu nə möhtəşəmlikdir yaratmışsan. Və budur onun xüsusiyyəti. Yəni, əbədi qüdrəti və ilahiliyi onun yaratdıqları vasitəsilə üzə çıxır. Biz yaradılışa baxanda, biz yaradılmış şeylərə baxanda, biz nəyə baxırıqsa, əbədi qüdrət və ilahilik görünür hər şeydə. Hətta Allaha inanmayan alimlər də baxanda görürlər ki, bu enerjidir. Bu Allahın enerjidir. Biz şuurlu həyat yaşayırıq. Biz çürümezlik meditasiyasından, çürümezliğe görə öz bədənini yoxlamaqdan, nəzarətdən keçirməkdən danışırıq. Şuurlu həyatdan danışırıq. Bizim öz düşüncəmiz üzərində səlahiyyətimiz var. Biz artıq Allahdan yalvarıb nəsə istəmirik. Biz artıq Allah bizə hər şey yaratmaq qabiliyyəti verdiyini, hər şey artıq biz düşünüb, biz fikirləşib, yaratmaq vəziyyətinə gələrək dindarlıqdan çıxırıq. Biz deyirik ki, ölməzliyi və Allahın insanı, yaratdığı insanın ölməzliyi və çürüməzliyi müjdələmə bütün hadisələrdən əvvəldir, hamısının başında durur. Ona görə Həvari Pavel Qalatalılara məktubda nə yazır? Sizdən yalnız bunu öyrənmək istəyirəm. Ruhu qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız. Biz Allahın ruhunu qanunla almırıq. Qanun bizi Allahdan uzaqlaşdırır. Allahın bu qanunu yerinə yetir, o qanunu yerinə yetir. Xeyr! Biz deyirik ki, biz Allahın yaşadığı məbədlərik, evlərik. Allah əllə tikilmiş binalarda, əllə tikilmiş evlərdə yaşamaz. O sevən, pak və bağışlayan ürəklərdə yaşayar. Biz bunu iqrar edirik. Ona görə də ruhu qanuna əməl etməklə, yoxsa eşitdiyinizə iman etməklə aldınız. Biz eşitdiyimizə iman etməklə almışıq. Biz eşitdiyimizə inanmışıq. Beləliklə, burada o gözəl bir prinsipi səsləndirdi. Ruhun işi, bizim ruhumuzun işi, imanda təlimat vasitəsilə baş verir. Çünki İsa nə dedi? İsa dedi ki, mənə iman gətirən heç vaxt ölməz. Yahya 11:26-25-də dedi ki, mənə iman edən ölsə də diriləcək. Belə çıxır ki, sənin yolun yoxdur. Deyir ki, mənə iman gətirən, mənə iman edən heç vaxt ölməz, ölsə də diriləcək. Belə çıxır ki, çürüməzlik də özünü tərbiyə yolu ilə gətirir. Çürüməzlik, sən özünü tərbiyə etməklə çürüməz ola bilərsən. Çürüməzlik özünü tərbiyə yolu ilə olur.
İsa bunu özünə tətbiq etdi. Yeri gəlmişkən, mənim ölümümü görmək istəyənlərin hamısına deyirəm. O kəslər ki, deyir ki, sən də öldəsən, onlara deyirəm. Mənim ölümümü görmək istəyənlərin hamısına deyirəm. İsa'nın sözləri ilə cavab verirəm. Onlar İsa'nı öldürmək istəyirdilər. Çünki o, özü barədə Allah kimi danışırdı və Allah təbii ki, ölə bilməz. Ona dedilər ki, sən insan olaraq özünü Allah etdin. Sən dedin ki, bu məbədi dağırın 3 gün onu bərpa edəcəyəm. Əslində onun mesajı belə idi. O demək istəyir ki, məni öldürmək istəyirsən. O deyir ki, bu sən məni öldürmək istəyirsən, bu sənə kömək etməyəcək. Buna görə də əgər məni öldürməyə hazır deyilsənsə, sadəcə sus. Və hərəkət etdiyimiz bu yerdə bizimlə sevin. Biz çürüməzliyi təbliğ edəcəyik. Və bu, ruhun faydası kimi görünəcək. Ruhun təzahürü, ruhun bədəni çürüməz kimi göstərməyi hər kəsin xeyrinədir. Biz cavanlaşacağıq, biz xəstələnməyəcəyik artıq, biz ölməyəcəyik və bu heç vaxt bitməyəcək. Cavanlaşmaq, ölməmək, xəstələnməmək, bu bitməyəcək, bunun sonu yoxdur. Amma ölsək belə fiziki olaraq həyata qayıdacağıq. Amin. Hey! Haradasan, buradasan, biz ölsək belə həyata qayıdacağıq. Və ona görə əzizlərim, sizə deyirəm, bədənin barəsində düzgün düşün. Bugün dünyanın ən böyük təhlükəsi nədir? Dünyada ən böyük təhlükə nədir? Dünyada ən böyük təhlükə atom bombası deyil. Dünyada ən böyük təhlükə silahlar deyil. Dünyada ən böyük təhlükə sənin ölməz və çürüməz olduğunu gizlətmə təhlükəsidir. İnsanın ölməz və çürüməz olduğunu gizlətmə təhlükəsidir. Anlayırsan? Ki insan ölməzdir, çürüməzdir. Bunun üzərində işləyirlər. Ki bizcə bunu bilməsin insan. Bizcə onu dərk eləməsin ki, insanın bədəni ölməzdir, çürüməzdir. İnsanın bədənində olan hər bir DNK-sı Allahın məlumatıdır, hərfləridir. Allahın hərflərini silmək mümkün deyil. Həvari Pavel qanun altında yaşayan qocanın vəziyyətini təsvir edir. O elə bil qocalmışdı, özünü təsvir edir, elə bil qanun altında yaşayan. Ki, deyir ki, nə bədbəxt adamam, məni bu ölüm bədənindən kim xilas edəcək? Yəni, özümü ölümlü bilmə bədənindən necə xilas olum? O özünü ölümlü bilirdi. O, Şirnihmədən danışırdı ki, bədən həmişə harasa dartınır. O nəsə istəyir həmişə. Daxili insan nəsə istəyir. Xarici insan, yəni bədən başqa bir şey istəyir. Amma o deyir ki, yəni üzvlərimdə, bədən üzvlərimdə başqa bir qanun görürəm və ona qarşı çıxıram. Sən heç vaxt özünlə razılaşma tapa bilməzsən belə düşüncədə. Biz nətər deyirik? Biz deyirik ki, bədənimiz hər şey istəyir, ruhumuz başqa şey istəyir. Pavel bunları bir kompleks olaraq, bunların hamısını qanunun işləməsi ilə əlaqələndirir, sənin bədənində qanunun işləməsi ilə. Yəni, mən qanun altında yaşayıram, ona görə belə olur. O kəslər ki, qanun altından çıxır, ruhun idarəçiliyi altında yaşayır. Bəziləri bunu görmürlər və
Pavelin az qala bədəndən xilas olmaq istədiyini iddia edirlər ki, bax da Pavel bədəndən xilas olmaq istəyir. Pavel deyir ki, bizcə bu bədəndən mən nətər çıxım, nətər? Xeyr, əksinə o sənə oyadır ki, sən xilas axtarmalı deyilsən bədəndən. Kilsə təlimində öyrədirlər ki, Pavel bədəni tərk eləmək istəyir ki, mən bu bədəndən tez necə çıxım? O, günah gücünü qanundan götürdüyünü, qanun altında yaşayan bir insanın vəziyyətini təsvir edir. O bədəndən təcili azad olmaq istəmir. Məlumdur ki, bir insan qanun tətbiq olunanda günah etmək istəyir. Bir insana ki, qadağa qoyursan, qanun qoyursan, sən ona deyirsən ki, sən bunu edə bilməzsən. Bu an insanda daha da güclü bir istək yaranır ki, günah etsin. O vaxt sənə qanun qoyurlar ki, sən etməzsən, sən onu etmək istəyirsən. Və belə çıxır ki, insanın ağlı qanun altında olanda, bədən birdən bu istəkləri öz daxilində kəşf edir. İnsanın düşüncəsi qanun altında olanda, birdən bədən görür ki, bu istəklər onun daxilindədir artıq. Yəni, insanın düşüncəsi bədənin daha sonra hara gedəcəyini birbaşa təsir edir. Düşüncə belə ola bilər ki, əvari Pavel, hətta ölüm bədəni adlandırır. O bütün bu ehtirasları, səhv münasibətləri, ümumiyyətlə günahı yerinə yetirmək istəyir, yəni bu bədən. Və biz bu quraşdırmanın həyat proqramı və ya ölüm proqramı ola biləcəyindən danışırıq. Bizə çünki günah üzərində səlahiyyət verilmişdir. Amma köhnə anlayışımızda bu əxlaqi vəziyyətimiz və davranışımız üzərində güc kimi qəbul edilirdi. Mən özümü bir yerə yığdım, mən özümü topaladım, bugündən artıq günah etməyəcəyəm, zina etməyəcəyəm. Bu belə deyil. Günah üzərində bu belə deyil. Bəs deyə bilərsən, necədir? Qulaq as. Günah üzərində güc, şuur üzərində gücdür, şuur. Günahın üzərinə güclə gəlmə ki, mən bunu etməyəcəyəm. Şuurunda gəl günahın üzərinə, şuurunda, düşüncəndə qalib gəl ona. Günah üzərində güclü olmaq, bu günahla mübarizə aparmaq deyil. Sən elə bilmə ki, sən günah üzərində güclüsən, günaha qarşı güclüsən və bu mübarizədir. Sən şuurlu bir həyat sürərkən, düşüncən üzərində güc sahibi olursan. Sən düşüncəli bir, şuurlu, fikirləşən bir həyat sürəndə, sən öz düşüncən üzərində sahib ağa olursan. Və sonra günah üzərində güc özünü göstərir. Mən anlayırsan, sonra güc özünü göstərir. Kənardan gələn hər bir düşüncə üzərində güc özünü göstərir. Düşüncəndə olan güc. Kənardan nə günah gəlsə, düşüncəndə olan güc, düşüncən vasitəsilə əldə etdiyin güc, kənardan gələn bütün günah üzərində özünü göstərir. Və şuur üzərində güc sahibi olmaq, şuurun üzərində güc sahibi olmaq, şuurunuzun təsadüfi düşünməsinə imkan verməmək deməkdir. Sənin şuurun artıq təsadüfi heç nəyi düşünmür. Sənin düşüncən təsadüfi heç nə düşünməmək, sənin şuur üzərində gücə sahib olmağın deməkdir. Ki, sən hər yoldan gələn şeyi düşünmürsən. Yəni, şuurun, sənin düşüncən, şuurun sadəcə olaraq
Sənin düşüncənin başının ətrafında uçan fikirləri filtrə edir. Onları ələkdən keçirdir. Ki bu deyil, budur, bu deyil, bu odur, bu belə olmalı deyil, belə olmalıdır, bu belə olmalı deyil, belə olmalıdır. Səncə niyə mən düşünmə və dərk etmə deyirəm? Çünki insanların çoxu tamamilə şuursuz həyat yaşayır. Və şuursuz, düşüncəsiz həyat yaşadıkları üçün öz düşüncələrinə nəzarət edə bilmirlər, xəstələnirlər, problemə düşürlər, banka düşürlər, borca düşürlər. Niyə? Düşüncəli həyat sürmürlər. Palaza bürün, eldən sürün, sevinirlər bu atalar, bu yönsüz atanın, bu yönsüz misalına sevinirlər. Əş palana bürün, mən palaza bürünmürəm, özüm də sürünmürəm. Ən axmaq söz deyib, palaza bürünəsən. Azərbaycanlıların bir qarısı var, içəri palaza bürünəsən. O həmşə bir-birinə qarış eləyəndə söyləyəndə, sən palaza bürünəsən. Yəni öləsən də palaza bürün, aparıb bastıram. Bürünmürəm palaza, sürünmürəm. Bu yaramaz atan misalıdır. Bunu həyatınızdan çıxardın. Bir də təkrar edirəm, xahiş edirəm, qardaşlar, bacılar, başa düşün, deməli, günah üzərində güc, düşüncə üzərində, ağıl üzərində gücdür. Məhz qələbə burada baş verməlidir. Bu deməkdir ki, həyata uyğun gəlməyən hər hansı anlayışın sadəcə olaraq sizin başınızda şansı yoxdur. Həyata uyğun olmayan, Allaha uyğun olmayan hər hansı bir anlayışın sizin başınızda yeri, şansı yoxdur. Və siz əlbəttə ki, özünüz və ailəniz üçün bir dağıdıcı, böyük bir problemli bir iş etməyəcəksiniz. Günah üzərində qüdrət sahibi olan şəxs, günah üzərində ağa olan şəxs, qulaq as fikrimə, o kəs ki günah üzərində ağadır, o Pavelin danışdığı bu qanunu və öz daxilində mübarizəni tapmır, o görmür, o görür ki, o kəs ki düşüncədə günah üzərində ağadır, o daxilində mübarizəni tapmır. O daxilində, öz daxilində bu qanunu tapmır ki, mən günaha qalib gəlməliyim, o azaddır daxildə. Mən inanım ki, bu sənin ürəyə yağ kimi yayılır, amin. Mən inanım ki, sən nələri açılır, sən nələri başa düşürsən. Günah üzərində ağa, başındakı lazımsız fikirlərin artıq işləməməsi üzərində ixtiyar sahibi olmaq deməkdir. Sən başında olan lazımsız fikirlərin üzərində ixtiyar sahibisən. İndi dua edəcəyik. Amma özünüzü Allahın huzurunda dərk etmək, qulaq as, özünüzü Allahın huzurunda dərk etmək, özünüzdə Tanrını və özünüzü Tanrıda olaraq dərk etmək. O necə ki, İsa deyirdi ki, mən atamdayam, atam məndədir, mən və atam birik. Bunları demək üçün o nəyisə dərk etməliydi. Sən də özünü Allahda, Allahı özündə dərk etmək və özünü Tanrıda olaraq bilmək, dərk etmək. O vaxt ki, sən dərk edirsən ki, Allah səndə yaşayır, sən Allahda yaşayırsan. Bütün bunlar beyninizdə, düşüncənizdə hər hansı yanlış fikirlərin olmasını qeyri-mümkün edir, qeyri-mümkündür. O vaxt ki, sən düşünəndə ki, Allah məndə yaşayır, mən Allahda yaşayıram.
mümkün deyil. Vay, haleluya. İndi dua edəcəyik. Rahatlaş. İndi dua edəcəyik. Haleluya. İndi mən duada səni aparacağam. Ata, biz sənə minnətdarıq. Olduğun yerdə rahat ol. Gözünü yum. Bırak hər şeyin quyruğunu. Bırak hər şeyi. Nəydən tutmuşsansa hər şeyi bırak. Hər şeyi bırak bir qırağa. Rəbbinlə ol. Sənə lazım olanla ol. Bircə odur əbədi səninlə ola bilən və sənin olan. Əbədi odur. Denən, mən öz düşüncələrimi işıqlı bir yol olaraq seçirəm. Mənim düşüncələrim mənim işıqlı yolumdur. Mənim hər bir nəfəsimdə həyatın mənası var. Məndə hər dəfə yeni fikir doğulur. Məndə hər dəfə atamı razı salan düşüncələr yaranır. Və mən bu dünyaya nəsə ötürə bilirəm. Mən ətrafıma nəsə yaxşı şeyləri ötürə bilirəm. Mənim daxili vəziyyətim mənim həyat mayakımdır. Mənə yol göstərir. O məni addımlamağa yol göstərir. Bu işıq mənim daxilimdədir. Mən bu həyatın axınında nə ilə nəfəs alıramsa, o mənə qayıdır. Mən həyata nə ötürürəmsə, o özümə qayıdır. Çünki başlanğıc və son mənəm. Alfa və omega mənəm. Çünki sən nəyi yayın edirsənsə, nəyi translyasiya edirsənsə, nəyi şahlandırırsansa, onu da alırsan. Sən nəyi ötürürsənsə, onu da qəbul edirsən. Çünki həyat hər şeyə güzgü kimi cavab verir. Yəni, hər şey güzgüdə görürsən özünü elə bil. Necə ki, güzgü sənə özünü qaytarır, özünü göstərir. Həyat da güzgü kimi sənə nəyi ötürürsənsə onu qaytarır. Bil ki, sən işıqla yaşayırsan. Sən bil ki, sən işıqla birlikdə yaşayırsan. Və sən işığı özünə məhəbbətinlə cəzb edirsən. Özünə məhəbbətlə o işığı çəkirsən. Sən məhəbbətlə yaşayırsan, addımlayırsan. Və məhəbbəti alırsan. Çünki nəyi yayın edirsənsə, onu da geri alırsan. Bu bugün sənin seçimindir. Və sənin bu seçiminə bu günlərim həyat cavab verir. Sən çünki işığı seçirsən, o da sənə işıq verir. O sənə istilik verir. O sənə həyat verir. Və həyat yenidən sənə qayıdır. Həyat yenidən sənə dönür. Və bu çox
asandır, bu çox yüngüldür. Çünki nəyi bərq edirsənsə, hansı işığı verirsənsə, o işıq da sənə qayıdır. Həyat güzgü kimi cavab verir. Həyat güzgü kimi cavab verir. Sən işıqla yaşayırsan və işığı özünə cəzb edirsən. Sən ona görə işıq sənə gəlir ki, sən işıqla yaşayırsan. Sən məhəbbətlə yaşayırsan. Sən məhəbbətlə gedirsənsə, sən məhəbbətlə addımlayırsansa, sən məhəbbəti özünə cəzb edirsən. Bu sənin bədənin vasitəsilə baş verir, sən bunu hiss edirsən, sən bunları hiss etmək üçün sənə bu bədən verilmişdir. Sən istini, soyuğu hiss etmək üçün bu bədən sənə verilmişdir. Sən məhəbbəti hiss etmək üçün bu bədən sənə verilmişdir. Və sən indi seçim edirsən, işıqlanasan və yaxud işıqlanmayasan. Sən işıqlanırsan. Sən bu saat işıqlanırsan. Denən, mən işığı seçirəm. Mən işığı yayın edirəm. Mən işığı qəbul edirəm. Mən istini qəbul edirəm. Mən həyatı qəbul edirəm. Həyat mənə geri dönür. Çünki həyatı yayın edirəm. İşıq mənə geri dönür. Mən işıqla doluram. Mən aydınlıqla doluram. Mənə hər şey aydın olur artıq. Mənə hər şey açılır özüm barədə, bədənim barədə, həyatım barədə. Çünki ürəyim açıqdır və dünya məni eşidir. Mənim bütün baxışım, mənim hər bir hərəkətim yeni bir vəziyyət yaradır, yeni bir atmosfer yaradır, yaxşı xeyirdalı işlər yaradır. Mən öz daxilimə, öz daxili enerjimə inanıram, güvənirəm. Söz və düşüncə məndə axın yaradır. Söz və düşüncə axına çevrilir məndə və mən sevinci şua olaraq, işıq şüası olaraq ətrafıma bıraxıram. Mən bütün dünyaya işıq bıraxıram. Mən işığı yayın edirəm. Mən bu rəngarənglikdə yaşayıram. Mən işıq bıraxıram, sevinç bıraxıram. Çünki işığı qəbul etmişəm. Mən nəyi qəbul etmişəmsə, onu da bıraxıram. Onu da yayın edirəm. Onu da translyasiya edirəm. Çünki yazılmışdır. Qabın içi nə ilə dolarsa, ondan o çıxar. Mən işıqla dolmuşam. Bu mənim təbiətimdir. Bu mənim həyatımdır. Və mən nəyi yayın edirəmsə, onunla da yaşayıram.
Bundadır mənim cavabım və qəlbani yüksəlişim, qəlbimin inkişafı, ruhumun inkişafı, bədənimin inkişafı. Mən nəyi yayın edirəmsə, nəyi bıraxıramsa onunla da yaşayıram. Mən məhəbbəti şüalandırıram. Mən sakitçilikdəyəm. Mən 7-ci gündəyəm. Mən sülh içindəyəm. Mən atamın 7-ci gününə, istirahətinə daxil olmuşam. Mən oradayam. Mən istirahətdəyəm. Mən istirahət edirəm. Mən 7-ci gündəyəm. Mən atamdayam. Atam məndədir. Atamla mən birik. Mən və atam birik. Artıq ayrılıq yoxdur. Artıq ayrılıq düşüncəsi yoxdur. Artıq bu bədəndən məni kim xilas edə bilər düşüncəsi yoxdur. Axı mən bu bədəndən necə imtina edə bilərəm ki, bu bədəndə mənim atam mənimlə birlikdə yaşayır. Axı o məndə yaşayır. Axı mən onda yaşayıram. Axı o özü demişdi ki, onların arasında yaşayacağam. Onlarla birlikdə olacağam. Öz qanunlarımı onların ürəklərinə yazacağam. Mən və atam birik. Mən və atam birik. Bax indi özünə, daxilinə bax. Bax, daxilinə. Sən və atam birsən. Artıq bu bədəni necə tərk edəcəyəm düşüncəsinə, mənim düşüncəmdə yer yoxdur. Ölmək, çürümək düşüncələri qırılıb, hamısı atılıb mənim qəlbimdən, düşüncəmdən. Çünki onlara artıq yer yoxdur. Çünki mən və atam birik. Bədənin başı Məsihdir. Bədənsə mənəm. Əgər baş olan Məsih diridirsə, mən necə ölə bilərəm axı? Mən necə çürüyə bilərəm axı? Bax gör indi bədənin necə sevinir. Bax gör bütün bədənindən necə Allahın istiliyi, enerjisi. Onurğa sümüyün, başın bədənə gedən müqəddəs işıqlı kəməridir. Borusudur. Düşüncən onurğan sümüyün vasitəsilə bütün bədəninə yayılır. İndi başda hiss etməyə o istiliyi, indi başda hiss etməyə onurğanın daxilində necə lazer kimi işıq yuxarı aşağı hərəkət edir. Bu Rəbbin izzətidir. Bu onurğa sümüyün sənin Rəbbin izzəti ilə doludur. Bu onurğa sümüyü bədənin dayağıdır. Bu onurğa sümüyü həyat ağacıdır. Həyat ağacı. Sənin düşüncən, sənin onurğa sümüyün vasitəsilə bütün bədəninə açılır. Budur həyat ağacı. Sənsən həyat ağacı. Denən həyat ağacı mənəm. O mənəm. Və indi onurğanda baş verən hərəkətlərə fikir ver. Əgər nəsə problem varsa bədənində, onurğanda, onurğana indi denən ki, düzlən, əmr ver ona, denən düzəl.
düzəldinən 33 dənə fəqərə var. Onurğa sümüyündə 33 fəqərə var. Bu müdrişlüyün 33 nərdivanıdır. Bu 33 İsa Məsihin yer üzərində gəzdiyi illərin sayıdır. Hey! İndi onurğan vasitəsilə bədənin başlayır şəfa almağa. Çünki onurğana deyirsən ki, düzəl. Onurğa sümüyünə indi əmr elədinən ki, birləşin, bir düz sıra təşkil edin. Halleluya. Bütün kletkalarına deyirsən ki, bütün kletkaların uzluğu başlayın birləşməyə, bir-birinizdən sıx təmasda olmağa, bərpa olmağa. Çünki onurğa sümüyü sınanda düşüncənin bədənlə əlaqəsi kəsilir. Bugün isə biz onları bərpa edirik. Çünki insan sınmış olanda onun ata ilə əlaqəsi kəsildiyi kimi bədəndəki kletkalar da sınmış olanda onların düşüncə ilə əlaqəsi kəsilir. Bugünsə mən səndə olan xəstəliyə, səndə olan yaralara deyirəm, çəkilin və kletkalarına deyirəm, bərpa ol İsa Məsihin adıyla. Və indi gör, eşitdiyim bu söz necə onurğa sümüyün vasitəsilə bədəninə təsir edir, bədəninə axır. Bədəninə axır, hətta onurğa sümüyü vasitəsilə mənim səsimi öz daxilində hiss edə bilərsən. Ola rəxaman sana, rabon sana, halleluya, halleluya, halleluya sümüklərinə deyirəm. Sümüklərin mənim səsimdə olan titrəyişi indi eşidir və qəbul edir. Halleluya, halleluya.